Salam müəllimlər, axşamınız xeyir olsun. İndi mən sizlə 6-cı sinifin 26-cı mövzusu olan tikiş maşınında əməliyyatlar haqqında danışacağam. Hansı ki, indi məlumat verəcəyim tikişlərin hər biri tikiş maşınında yerinə yetirilir. Yəni, onlar əllə yerinə yetirilmir. Hansı ki, bizim dərsliklərimizdə əl ilə yerinə yetirilən tikişlər, maşın üzrə yerinə yetirən tikişlər deməli mövcuddur. Ona görə də bunların hər biri haqqında ayrı-ayrı məlumat əldə edəcəyik. Tikiş maşınında yerinə yetirilən hər bir əməliyyatın öz adı vardır. Gəlin onlarla tanış olaq. İlməkləmə nədir? İlməkləmə detalın kəsiyini dağılmadan qoruyan maşın tikişindən bərkitmə prosesidir. Hansı ki, şəkil 1-də öz əksini tapmışdır. Parçanın kənardan süzülməsin, pürçümlənməsin deyə tikilmə prosesidir. İlməkləmə tikiş maşınında ziqzaqa oxşar tikişi ilə yerinə yetirilir. Tikiş arasının uzunluğunu və ziqzaqa oxşar tikişin enini parçanın növünə görə seçmək lazımdır. Belə ki, çox pürçümlənən parça üçün böyük tikiş arasında isə kiçik məsafə qoyulur. Az pürçümlənən parça üçün kiçik tikiş arası, onların arasında böyük məsafə qoyulur. Və tikiş arası ziqzaq şəkilli tikişlər parçanın kəsiyi üzrə qoyulur. Nazik parçaları emal etdikdə ziqzaq şəkilli tikiş kəsikdən 5 mm məsafədə qoyulur. Daha sonra emal payı tikişə yaxın yerdə kəsilir. Gəlin tam tikməyə baxaq. Tam tikmə nədir? Tam tikmə detalın və məmulatın qatlanmış kənarının bərkidilməsi üçündür. Və detalın və məmulatın kənarını qatlayırıq, tikirik. Maşın tikişini qatlama yerindən lazım olan məsafədə qoyuruq. Tikişin əvvəlində və sonunda maşının bərkitmələrini yerinə yetiririk. Əks istiqamətdə 3-4 tikiş arası gedir. Yuxarı və aşağı sapların uclarını düyünləyirik. Maşın tikişi saplarının uclarını kəsirik. Tam tikmə iki cür olur. Açıq kəsiklə, bağlı kəsiklə. Hansı ki, o burada öz əksini tapmışdır. A. Açıq şəkildir, kəsikdir. B isə bağlı kəsikdir. Xətt üzrə tikmə nədir? Xətt üzrə tikmə eyni ölçülü, kənarları uyğunlaşdırılmış, 2 və daha artıq sadə detalın tikiş maşının köməyi ilə sapla tikilib birləşdirilmə prosesidir. Hansı ki, bu şəkil 4-də öz əksini tapmışdır. Və maşın tikişini dəqiq nişanlanmış tikiş xətti üzrə salırlar. Tikişin əvvəlində və sonunda yenə maşının bərkitmələri yerinə yetirirlər. Yenə əks istiqamətdə 3-4 tikiş arası gedir, düyünləyirlər. Sapların uclarını kəsirlər, sonunda müvəqqətli təyinatlı tikişləri kənarlaşdırırlar. Əks tərəfə tikmə. Hansı ki, şəkil 6-da öz əksini tapır. Əks tərəfə yönəlir. Emal paylarının bərkidilməsi üçün tikişlərin salınma prosesidir. Qoşa sapdan istifadə edilir. Və məmulatın üst tərəfində maşın tikişlərini qoymaq olur. Tikişin əvvəlində və sonunda maşının bərkitmələrini yerinə yetiririk. Yenə əks istiqamətdə 3-4 tikiş arası gedib düyünləmək lazımdır. Sırma nədir? Sırma bir detalı digərinin üzərinə qoyub birləşdirməkdir. Emal payında bərkitmək üçün tikişin salınmasıdır. Sırma zamanı maşın tikişi məmulatın üst tərəfindən, yəni tikmə tikişinin və yuxarı detalının qatlanmasından müəyyən məsafədə salınır. Tikişin əvvəlində və sonunda maşın bərkitmələri yerinə yetiririk və düyünləmək lazımdır. Burada artıq 3-4 tikiş arası yoxdur. Baxyalama. Şəkil 8-də. Baxyalama tərsinə çevrilmə şərti ilə detalların konturu boyu sapla birləşdirilməsidir. Baxyalamanı düzgün yerinə yetirmək üçün mütləq maşın tikişinin nişanlanmış tikiş xətti üzərində dəqiq qoymaq lazımdır. Tikişin dönməsi zamanı iynəni bucağın təpəsində saxlayıb, pəncəni qaldırıb, parçanı iynənin ətrafında fırladaraq, yenidən pəncəni aşağı salmaq və tikişi davam etdirmək lazımdır. Yenə tikişin əvvəlində və sonunda maşın bərkitmələrini yerinə yetiririk. Emal payının işlədilməsi ardıcılığı. Hansı ki, emal payı bu hissə miqə düşmüşdür müəllimlər. Ona görə də diqqətlə öyrənin bu hissəni. Emal payını 3-5 mm eninə qədər kəsmək, xarici bucaqlarda emal payını cəbinə kəsmək. Deməli, müəllimlər, daxili bucaqlarda emal payını tikişə yaxın yerdə yarmaq, içəri qatlanmış daxili kontur boyu emal payını tikişə yaxın yerdə eyni məsafələrdə bir neçə dəfə yarmaq, qayçı ilə xarici kontur boyu üçbucaq şəkilli kəsmələri yerinə yetirmək. Bəs calama nədir? Calama xırda detalların iri detala birləşdirilməsidir.
Calama üçün nişanlanmış tikiş xətti üzrə düz, dəqiq tikiş lazımdır. Tikişin əvvəlində və sonunda maşın bərkitmələrini yerinə yetiririk. Əks istiqamətdə 3-4 tikiş arasında gedirik, düyünləyirik. Baxın, şəkil deməli, onda bu qısa şəkildə də verilibdir. Emal panelinin yarılmasının, hansı ki, daxili bucaq A-dır. İçəri qatlanmış daxili kontur boy B-dir. Xarici kontur C-dir. Calama isə C-dir. Bu mövzumuz da bu qədər. Diqqətlə dinləyin müəllimlər. Uğurlar hər kəsə. Bəyənib, abunə olub, şərh bildirməyi unutmayın.